Göydən bir damcı düşən kimi həmin o Azərbaycanlı soyuq havaların vazkeçilməz yeməklərindən biri olan mantı yeməyi. Mütləq hazırlayın, hazırlamamısınızsa çox dadlı alınır. Əvvəlcə mantı üçün xəmir yoğururam. Xəmirə 1 ədəd yumurta, 200 ml su, 1 çimdik duz əlavə edib biraz bərk xəmir yoğururam. Xəmir özünə gələnə kimi isə içliyini hazırlayıram. 400 qram qiymə, 2 ədəd xırdalanmış soğan, zövqə görə duz, istiot, 1 ədəd kartofu da qıp-qıp formada doğrayıb yaxşıca qarışdırıram. Xəmirimiz artıq özünə gəlib, 2 ədəd kündəyə bölürəm. Çox nazik forma olmayacaq şəkildə yayıram. Yaydıqdan sonra 3 barmaq şəklində kəsirəm. Kəsdikdən sonra hazırladığım içliyi əlavə eləyib mantı formasında bükürəm. Hamısını bu formada bükdükdən sonra isə mantı qazanında 20-25 dəqiqə qədər parda bişirirəm. İnanın çox dadlı alınır. Hazırlamamısınızsa mütləq bu reseptini hazırlayın. Hazırlayacaq olan hər kəsə də indidən nuş olsun. Dadlı reseptlər üçün izləmədə qalın. Hələlik. Videomu da bəyənməyi unutmayın.